Salam dostlar. Bu spreadsheet, yəni Excel cədvəli ERP sistemindən çıxarılan data extraction'dır. Yəni məlumat çıxarışıdır. Cədvəldə gördüyünüz hər bir sətir müəyyən maliyyə və təsviri məlumatları göstərir. Sol tərəfdə descriptive files, yəni təsviri sütunlar yerləşir. Burada tarix, məhsul adı, region, mağaza tipi və digər məlumatlar olur. Sağ tərəfdə isə maliyyə göstəriciləri yerləşir. Satış məbləği, xərclər, gəlirlər və digər rəqəmlər. Artıq SAP sistemində hansı məlumatları çıxardığımızı bildiyimiz üçün hazırladığımız reportun, yəni hesabatın strukturunu qurmaq daha asan olur. Məsələn, məlumatlarda 2 il mövcuddur. 2015 və 16. Bu səbəbdən reportda həmin illər üçün ayrıca sütunlar yaradılır. FMCG, yəni Fast Moving Consumer Goods, sürətli satılan gündəlik istehlak məhsulları sektorunda ən vacib göstəricilərdən biri volume sold, yəni satılan həcmdir. Bu, maliyyə göstəricisi olmasa da, şirkətin satış performansını anlamaq üçün çox vacib hesab olunur. Daha sonra gross sales income, yəni ümumi satış gəliri, şirkətin müştərilərə endirim etməzdən əvvəl qazandığı məbləği göstərir. Bundan sonra isə discounts, yəni endirimlər çıxılır. Çünki gross sales income minus discounts equals net sales. Yəni ümumi satış gəlirlərindən endirimləri çıxanda net sales, xalis satış əldə etmiş oluruq. Net sales şirkətin real olaraq bank hesabına daxil olan satış məbləğidir. Maliyyə analitikləri şirkətin vəziyyətini analiz edərkən ən çox bu göstəriciyə diqqət yetirirlər. Əgər net salesdən cost of goods sold, yəni satılan məhsulların maya dəyərini çıxsaq, gross profit əldə etmiş oluruq. Yəni ümumi mənfəəti əldə edəcəyik. Gross profit şirkətin məhsulunun istehsal xərclərini nəzərə aldıqdan sonra nə qədər qazandığını göstərən ilkin mənfəət göstəricisidir. Bununla yanaşı mənbə cədvəldə daha iki vacib xərc mövcuddur. Distribution expenses, yəni paylanma xərcləri və warehousing expenses, yəni anbar xərcləri. Bu göstəricilər də hesabata əlavə olunur. Nəticədə full delivered margin əldə edilir. Full delivered margin FMCG sektorunda istifadə olunan vacib gəlirlilik göstəricilərindən biri hesab olunur. Bu göstərici şirkətin məhsulunun istehsalı, anbarda saxlanılması və daşınması xərclərini nəzərə aldıqdan sonra nə qədər qazandığını göstərir. Bu dərsdə bir neçə formul əlavə edəcək ki, database-dən məlumatları işdə yerləşdirməyə başlayan kimi bütün məlumatlar avtomatik və düzgün işləsin. İlk olaraq total və subtotal sətirlərini hesablayan formullar əlavə edək. Burada gross sales, yəni ümumi satış və discounts, yəni endirimləri toplayan formula əlavə edək. Daha sonra aşağı hissədə gross profit, yəni ümumi mənfəəti hesablayan başqa bir formul yazaq. Bunlar bizim iki subtotal sətrimiz olacaq. Eyni məntiq full margin delivered üçün də keçərlidir. Burada gross profit, distribution, paylanma xərcləri, warehousing, anbar xərcləri hamısı birlikdə hesablanacaq. İndi bu formulları kopyalayacağam və paste special formulas istifadə edərək 2016-cı il üçün də yerləşdirəcəm. İndi əlavə etməli olduğumuz digər formullar sağ tərəfdə yerləşir. Burada iki növ variation calculations, yəni dəyişiklik hesablamaları var. Absolute variation, mütləq fərq və percentage variation, faiz fərqi. Absolute variation çox sadədir. 2016-cı ilin göstəricisindən 2015-ci ilin göstəricisini çıxırıq. Percentage variation isə belə hesablanır. 2016-cı ilin göstəricisini 2015-ci ilin göstəricisini bölürük, sonra isə 1 çıxırıq. İndi bu iki formulu digər xanalar üçün də kopyalaya bilərik. Növbəti addım isə bir neçə KPI ratio əlavə eləməkdir. Yəni əsas performans göstəricisinin nisbətini. Məsələn, gross profit və FDM-in net sales içində neçə faiz təşkil etdiyini görmək maraqlı olardı. Gəlin bunu da eləyək. Bu KPI-lər üçün formulları buraya yazaq. Rəqəmlər işdə daxil olan kimi hesablamalar avtomatik aparılacaq. Beləliklə, hesabat səhifəsinin ilkin hazırlığını tamamlamış oluruq. İndi isə məqsədimiz hesabat üçün əsas məlumat mənbəyi olan pivot table yaratmaqdır. Artıq bildiyimiz mövzudur, sadəcə bir neçə dəfə də praktik edib möhkəmləndirmək lazımdır. İlk olaraq source data, yəni əsas məlumatların olduğu işdə açırıq və bütün məlumatları seçirik. Daha sonra insert bölməsinə keçirik və yeni worksheetdə pivot table yaradırıq. İndi isə pivot table'ın strukturunu quraq. Məlumatların müəyyən formada görünməsini istəyirik. İlk olaraq ili columns hissəsini əlavə edək. Bu məlumatları illərə görə ayıracaq. Eyni şeyi ay üçün də tətbiq edək və onu ilin altında yerləşdirək. Mən istəyirəm ki, rows hissəsində database-dəki bütün brendlər görünsün. Ona görə də brendi rows hissəsinə sürüşdürürük. Cədvəlimiz artıq formalaşır. İndi isə onu məlumatlarla dolduraq.
Burada olan bütün göstəriciləri seçirəm. Volume, gross sale, discounts, net sales, cost of goods sold, distribution və warehousing. Gördüyünüz kimi bizə lazım olan bütün göstəricilər values hissəsinə əlavə olundu. Beləliklə pivot table artıq hazırdır. İndi isə get pivot data funksiyasına keçək. Birinci arqument hansı məlumatı çıxardığımızı göstərir. Bu halda isə value məlumatlarını çıxardırıq. İkinci arqument bu nümunədə A3 xanasıdır və pivot table-ın ilk xanasına bağlantı verir. Digər arqumentlər isə pivot table-da hansı məlumatları gördüyümüzü göstərir. İndi formula pivot table sheet-də baxaq. Burada month bərabərdir 1 yazılıb. Yəni yanvar ayının value məlumatlarını çıxardır. İl 2015-dir. Brand isə Bratinodur. Beləliklə formulun nə qədər rahat başa düşüldüyünü görə bilərik. Hətta bəzi hallarda source sheet-ə baxmadan belə bu funksiyadan işləmək olur. Bu da səhv etmək ehtimalını ciddi şəkildə azaldır. Amma məsələ bundan bitmir. Bu hard inputsları, yəni sabit dəyərləri referansdan əvəzləyə bilərik. Məsələn, buradakı 2015 dəyərini kopyalayacağam və həmin sabit dəyəri xana referansından əvəzləyəcəm. Nəticə dəyişmir. Bu funksiyanı daha çevik hala gətirir. İndi isə 2016 dəyərini sağ tərəfə kopyalayacağam və formulu sağa doğru paste edəcəm. Bu bizə 2016-cı ilin volume göstəricisini verəcək. Amma baxın, burada maraqlı bir detal var. Hazırda bu rəqəmlər bütün şirkətin deyil, yalnız Bratino brendinin volume göstəriciləridir. İndi əgər biz bu kriteriyanı da silsək, Excel artıq konkret brend axtarmayacaq və bütün şirkətin satış həcmini göstərəcək. Eyni qayda ilə month parametrini də silməliyik, çünki formul hazırda yalnız yanvar ayını göstərir. Bu iki parametri silirəm və baxın nə baş verdi? Artıq bütün şirkətin 2015-ci il üzrə satış həcmini görürük. Rəqəmlərin minlik formatda olduğunu qeyd etmişdik. Ona görə də bu göstəricini minə böləcək ki, daha səliqəli görünsün. İndi isə əsas sual budur. Bu formulu hesabatdakı bütün boş xanalara tətbiq edə bilərikmi? Hələ yox. İlk olaraq il referensinin raw hissəsini sabitləməliyik. Çünki formul aşağıya doğru kopya olunanda yerini dəyişməməlidir. Digər məsələ isə budur ki, funksiyanın əvvəlinə birinci arqument sum of value-dur. Aşağı sətirlərə keçəndə bu arqumenti dəyişməlidir. Məsələn, bir aşağı sətirdə artıq sum of gross sales olmalıdır. Çünki pivot table daxilində həmin göstərici bu adda saxlanılır. Ona görə həmin hissəni ampersand funksiyasını əvəzləyə bilərik. Mətn hissəsini mötərizəyə alırıq. Sonra isə ampersand əlavə edib xana ilə əlaqələndiririk. Beləliklə, formulun birinci arqumenti aşağı və sağa doğru kopya olunanda dinamik şəkildə dəyişir. Sadəcə bir detalı unutmuşduq. Column referans qarşısında dollar işarəsi əlavə olunmalıdır. Əks halda formul sağa doğru kopya olunanda sütun mövqeyi dəyişəcək. Dollar işarəsini əlavə eləyək. Əla. Artıq formulu hesabatdakı bütün boş xanalara tətbiq edə bilərik. İndi isə hesabatı daha professional göstərmək üçün slicerlar əlavə eləyək. Slicer istifadə edəndə pivot table məlumatlarını sadəcə yükləyərək filtr eləyə bilərsiniz. Ən yaxşı tərəfi isə budur ki, hansı seçim elədiyinizi vizual şəkildə görürsünüz. Bu kombinasiya ilə rəhbərlik üçün çox detallı və professional hesabatlar hazırlamaq olur. Pivot table olan şiti açırıq və daxilində istənilən xanaya klikləyirik. Insert bölməsinə keçirik və slicer seçirik. Açılan pəncərə bizə hansı dəyişənlər üçün slicer əlavə eləmək istədiyimizi göstərir. Mən aşağıdakı sahələri seçəcəm. Month, brand, size, tag, client və client type. Hesabat üçün kifayət edəcək. OK düyməsinə basırıq və slicerlar hazırdır. İndi isə hamısını birlikdə seçək. Shift düyməsini basıb saxlayaraq seçim eləyirəm. Daha sonra isə Ctrl+X onları kəsib output sheet-ə yerləşdirirəm. Əla. İndi slicer ölçülərini dəyişdirib səhifədə daha yaxşı yerləşməsini təmin eləyək. Baxın, məqsədimiz əlavə scrolling tələb eləməyən, bir səhifədə görünən professional hesabat hazırlamaqdır. Beləliklə, istifadəçilər həm soldakı rəqəmləri görəcək, həm də hansı filtrlərin tətbiq olunduğunu bu slicerlar vasitəsindən anlayacaq. Məsələn, əgər hesabatda yalnız yanvar ayı üçün Bratino brendinin nəticələrini görmək istəsəm, sadəcə həmin seçimləri eləyirəm və hesabat dərhal Bratinonun yanvar performansını göstərir.
Bu məntiqlə demək olar ki, bir kliklə hesabat hazırlamaq olur. Biz artıq hesabatı qurduq, rəqəmlərlə doldurduq, formatladıq, slayserlər əlavə elədik. İndi isə baxaq görək bu hesabat real iş mühitində necə istifadə olunur. Bu hesabat Drinko şirkətinin 2015-16-cı illərdə əldə etdiyi nəticələri göstərir. Burada şirkətin satış həcmləri və marjin göstəriciləri əks olunur. Amma gəlin sizə bir sual verim. Sadəcə görünən bu rəqəmlər performansı analiz etmək üçün kifayət eləyirmi? Əgər biznes haqqında ümumi təsəvvür əldə etmək istəyirsinizsə, bəli. Amma bu nəticələrin arxasındakı səbəbləri anlamaq istəyirsinizsə, onda rəqəmlərin içinə daha dərindən baxmaq lazımdır. Məhz buna görə də slayserlər çox güclü alətdir. Onlar bizə rəqəmləri detallı analiz etməyə imkan verir. Məsələn, bu hesabatda Drinko'nun satış həcminin illik olaraq təxminən 7% azaldığını görürük. Amma bu azalmanın səbəbini görmürük. Ən çox hansı brend azalıb? Gəlin bunu brend slayserından yoxlayaq. Birinci brend 30% azalıb. Buratino Orange 3% azalıb. Buratino Peach 170% artıb. Kuraki də artım göstərir. Beləliklə, ən yaxşı və ən zəif performans göstərən brendləri çox rahat tapa bilərik. Bəs bu məlumatlarla nə edəcəyik? Adətən bu rəqəmlərin ətrafında analiz qurulur və rəhbərlik üçün səbəblər araşdırılır. Əgər rəhbərliyə sadəcə rəqəmləri yox, eyni zamanda bu rəqəmlərin səbəblərini də təqdim etsək, ona vəziyyətin nəzarətdə olduğunu anlayacaqlar. Məsələn, Buratino brendinin 30% azalması diqqətimizi çəkirsə, onda hansı müştərilərin alışları azaltdığını araşdıra bilərik. Slayser vasitəsilə müştəriləri filtr edəndə ən böyük azalma olan hesabları dəqiq görmək olur. Albertsons -40%, HEB -44%, Kmart -24% və s. Beləliklə, artıq daha zəngin analiz eləmiş oluruq. Təqdimat zamanı belə deyə bilərik. Ümumi satış azalmasının əsas səbəblərindən biri Buratino brendi olub və bu azalmanın əsas hissəsi müəyyən müştərilərin alışlarını azaltması ilə bağlı olub. Məhz bu səviyyədə şəffaflıq və analiz hər bir menecerin görmək istədiyi şeydir. Ümid edirəm ki, bu bölümü bəyəndiniz. İzlədiyiniz üçün təşəkkürlər.